Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Koroğlu Sport İdman Meydançasından sizləri salamlayırıq. 9 yaşlar arasındakı Respublika Çempionatı U9 Ligası məhz Sabah və təhsil kollektivləri üz-üzədə komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Maraqlı və məhsuldar bir oyunun şahidi olacağıq. Oyunun sağ tərəfdə ağlı göylü formada favorit tərəf Sabah, sol tərəfdə isə təhsil yer alır. İş dəqiqələrini təbii ki, Sabah tərəfi təşəbbüsü ilə keçirmək istəyəcək. Məsələ topun da nəzarəti onlarda da Adəm Dadaşovun ötürməsi. Sağ cinahdan əmlə qurulacaq. Endirilən zərbə və gol! Görüşdə hesab açılır. Kesim qırılır. Fəxri Həbibli idi bu. Sağ cinahdan sol uzaq küncü nişan aldı və dəqiq zərbə ilə topu qapıdan keçirdi. Fəxri Həbibli. Görüşdə tilsimi qırdı. Qapının kilidini açıb. O bizi həm templi həm də məhsuldar oyuna doğru daşıyır. Artıq Sabahın favoriti minimal hesablı üstünlüyü var. Görünür təsiri buna cavab olacaqmı yoxsa cavabsız qollarının şahidim olacaq. Çox yerində bir müdaxilə Mətin Bayramlı təqdim eləməsinə imkan vermədi. Həyat yerinə yetirilməlidir təhsil adına. Haydi Manaflın yetirmələri bir qədər qapandı. Aldal Cəmlə. Diaqala doğru ötürməyə möhtəşəm görmüşdüm. Adəm komanda ulaşın ötürmə ünvanına çatmadı. Səmti dəyişdilər Adəm. Tək toxunuşlu ötürməlisən Zamiroğlu ilə Adəm. Ötürmə zərbəcəti. Müfəssəl qurulmuş bir əmlə idi bu. Özəl ötürmələrlə topu daşıdılar. Amma bu səfər nəticə hasil olmur. Koroğlu Sport İdman Meydançası U9 Ligası 9 yaşlar arasındakı Respublika Çempionatı Sabah və təhsil kollektivləri üzləşir. Sabahın görüşdə minimal hesablı üstünlüyü var. Fəxri Həbibli meydandakı yeganə qolu müəllifi də ki, məsələ bəhsi gedən, sözü gedən oyuncu topladı. Məsələn Zamiroğlu yarımçıq qalan əmləni tamamlamaq istəyirəsən. Alda cəmlələr ötürmə verdi. Fəxri Həbibli qolunu rəsmiləşdirir. Komandasının və özünün ikinci qolu. Məsələn Zamiroğlu'nun məhsuldar ötürməsində Fəxri topu qapıdan keçirir. 2-0, 2 cavabsız qol hələ ki bir tərəfli qolların şahidiyik. Rafael Baloğlanov ötürmə ilə başladı. Həsən Zamiroğlu komanda yolaşı özünü təklif edir. Həsən ötürmə keçmədi. Təhsil nicətini izləyəcək. Endirilən zərbə. Rafael Baloğlanov yerindədir. Ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlamağa bacarıb. Salih Abbaszadə komanda yolaşı ilə oynadı. Həsən divar pasıydı bu. Bu gənclərimizin timsalında bütün uşaqlarımıza uğurlar arzu edirik. İnşallah onları top 5 ligalarda görərik. O günləri yad edərik. Əlbəttə ki, bizi də bəzi məqamlarda xatırlayarlar. 9 yaşlar arasındakı Respublika Çempionatı bu turlada yekun mərhələyə çatacaq və artıq növbəti sezonda mübarizələr davam edəcək. Endirilən zərbə Fəxri bu səfər keçid verilmir. Abbaszadə. Həsən Zamiroğlu. Salih indi rəqibini təqib edir. Təhsilin əksəmləsi. Həsən təzyiyə qatıldı. Topu qazandılar. Salih. Mərkəzə doğru Zamiroğlu. Tək toxunuşlu ötürmələr izləyirik. Bağlı olduqca Həsən bir qədər geri qayıdır. Salih. Adəmə doğru çevirmək istədilər. Səmti dəyişmək istədilər Adəm. Alda cəmlələr Adəm. Sanki ayağına yapışmışdı. Fəxri, elə olanda danış. Görmürsən. Adəm Manaflın yetirmələri ötən dəqiqələrdə rəqibi üstələməyə bacarıb. Bir daha xatırladaq. U9 Ligası 9 yaşlar arasındakı Respublika Çempionatı Koroğlu Sport İdman Meydançasında Sabah və təhsil kollektivləri bu görüşdə üzədi. Sabahın 2-0'lıq üstünlüyü var təhsil önündə. Təzyiq edir, pressing edir Sabah tərəfi. Azardıqları qədər fərqi artıraraq rəqibin tamamilə ümidlərini qırmaq istəyirlər. Fəxrin də pressing edir. Həsən də təzyiqə qatıldı. Fəxri
Zamiroğlu özünü təklif edirdi. Bir qədər geriyə qayıtdılar. Təbii ki, bu bir qədər də rəqibi üzərlərinə çəkərək müdafiədə boşluqlar tapmaq yönümlüdür. Ötürmə keçmir, təhsil əksəmlə səy göstərəcək. Amma Sabahın təhsili müdafiədən çıxarmaq kimi bir səy yoxdur. Zamiroğlu'nun zərbəsidir. Rəqibini yola salıb zərbə indirdi, dirəyə dəydi. Hətta bir məhsuldar ötürməli yadda qalıb. Aktivinə də qol yazdırmaq istəyirdi. Salih. Həsən Zamiroğlu. Şəkli dəyişdi Adəm. Din üzərində saxladı, özünü çatdırdı. Adem. Salih. Salih yenə də gördü. Korner izleyici cərmə meydançası səndəbərindədir. Kifayət qədər oyuncu mövqe tutub. Salih Abbaszadə sol ayaqla bu səfər yoxladı, keçmədi Adəm. Qaydan topa yenidən zərbə indirmək istəyirlər. Daha bir cəhd. Bu səfər biz Mətin Bayramlının ifasında izlədik. Keçid verilmədi. Təhsilin müdafiəçisini bir qədər çıkansız qayığa bənzətmək olar. Bu dəqiqələrdə dalğalar arasında qalıblar. Daha bir cəhd Həsən Zamiroğlu. Salih. 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 Daha sonra isə qol sevincini nümayiş etdirir. Bir qol bir məhsullar ötürmə. Onun aktivində. Hesab isə artıq 3-0'da. Sabah 3, Təhsil 0. Bir daha qeyd edəcəm. Koroğlu Sport İdman Meydançasında U9 Liqası 9 yaşlı arasındakı Respublika çempionatı Sabah və Təhsil komandaları üzləşir. Sabahın 3-0'lı üstünlüyü var. Ekranımızı bəyənirlər. Minnətdaram, aşağıda adlarınızı görürəm. Bəyənək və paylaşaq. Bu gənclərimiz, bu uşaqlarımız daha çox kütlə qarşısına çıxsın, daha çox şəxs izləsin, onları deyəm. Sən kim? Salih yapır. Alatçı, yaxşı uşaqlar, yaxşı. Korner izləyəcəyik. Daha bir standart vəziyyət. Aydın Manafın yetirmələri bu əmrəni necə dəyərləndirəcəklər? Adəm. Dadaşov geri yetirmə verdi. Salih. Ayaq saxladı. Diaqonal doğru ötürmə imkanı çatır. Fəxri Əbibli aktivində 2 qol var, dubl edib. Fəxri topu meydanda saxlamaq mümkün olmur. Out. Təhsil heyətində əvəz etməyə də baş tutur. Adəm ötürməni oxudu, araya girdi. Dadaşov. Tək toxunuşlu ötürmə Adəm. Bu səfər ona mani oldular. Son mərhələsidir. Onunla da yekun vurulur. Bu 9'lar arasında keçirilən Respublika çempionatına. Mətin Bayramlı, onun qarşısı kəsildi. Həsən Zamiroğlu təzyiqə qatıldı. Həsən. Aldatdı bir rəqimlə indirilən zərbə. Çox nöqtə edib. Zərbə izlədik. Sonda bir müdaxilə var idi. Mətin. Qarşılaşmada 9 dəqiqəni gerdə qoyuruq. U9 liqasında Koroğlu Sport İdman Meydançasında Sabahın 3-0'lıq üstünlüyü var. Adəm yayındı bir rəqiblə Cina doğru bir qədər çəkildi. Səmti dəyişdi. Rəqiblə bu səfər alınmadı. Adam super. Təhsil əksəmliyə çıxmasıydı. Burada ədalət təmsilçisinə dəydi top. Referinin sərbəst atış ilə də oyun bərpa olunmalıdır. Həsən Zamiroğlu. Adəm. Aldı cəmlələr, kəsə bilmədi rəqibini. Yarımçı qalan əmlənib. Davam etdirirlər Adəm. Çərçivə önünə də bir baxış atdı Fəxri. Kiper burada inamlı oynadı rəqibinə, keçid vermədi. Həsən Zamiroğlu.
Adəm artıq təhsilin müdafiəsində məskən qrup Sabah tərəfi. Baxsan Sabah hər kəs meydana əqbət olmaq səsindədir. Zamiroğlu Cinal daşıdı, fəxri topladı. Həbibli yenidən Zamiroğlu ilə oynadı. Adəm Dadaşov feyk atdı rəqibinə. Ardı gəlmədin, təhsil əksəmliyə səy göstərəcək. Başlamadan bitdi bu əksizun şansı. Fəxri. İlk hissəni yarılamışıq. Ortaya bak. Görə qalan vaxt ərzində fasiləyə qədər hesabda dəyişiklik olacaqmı? Həsən, Fəxri ilə oynadı Həbibli. Yenidən Zamiroğlu. Tələssə burada zərbə indirməyə. Bir qədər ram edib, sonra zərbə indirə bilərdi. Bu arada Sabah heyətində əvəz etmələr baş tutur. Qapıçıdan Sabah demək olar ki, hər kəs texniki zona yollandı. Aydın Manaflı və onun köməkçisi İslam Abdullazadə bir qədər digər oyunculara şans tanıyırlar. Bir qədər də meydana yeni daxil olan oyuncular barəsində bəhs edəcəm. Hansı ki, Abdullah Bayramov'u 15 nömrəli formayla hücumçu qismində izləyəcəyik. Onunla birgə hücumda komandaya qollar qazandırmaq istəyəcək Sadiq Teymurov. Mərkəzi oyun qurucu mövqedə biz izləyəcəyik Naim Əliyev 9 nömrəli forması ilə müdafiədən də bəhs edəcəm, amma bu əmlədən sonra endirilən zərbə alınmadı. Bu fikrimi tamamlansam müdafiədə Ülfə Abdullazadə 8 nömrəli forma ilə çıxış edir. Amma birgə digər səmtdə isə Kimə? Abdullah bax. Rəvan Xanəliyev. Bu əvəz etmələr özü necə doğrulacaq? Start heyət artıq rəqibin qapısına 3 top keçirib. Fəxri Həbibli dubl edib, Həsən Zamiroğlu isə bir qol bir məhsuldar ötürməliyyətdə qalıb ötən dəqiqələr ərzində. Standart vəziyyəti izləyək. Rəvan Xanəliyev topun arxasında 2 nəfərdən ibarət canlı set var. Rəvan. Bir toxunuş bəs edir. Rəvanın qapı qarşısına zərbə qarışıq ötürməsini izlədik. Və səhv etmirəmsə son toxunuş komandanın 77 nömrəli oyuncusu Sadiq Teymurovdan gəldi. Sadiq də fərqlənilər siyasına öz adını yazdırır. 4-0 və bir qədər də artır. Hətta daha bir təzyiq və daha bir top itkisi ilə üzləşdi təhsil tərəfi. Burada Abdullah Bayramovun irəliləməsinə imkan verilmədi. Qayda pozulub. Ədalət təmsilçisi epizodun bir neçə addımlığında. Standart vəziyyət təhsil adına. Onlar da öz adlarına tilsimi qırmaq istəyirlər. Öz adlarına qapının kilidini açmaq istəyirlər. Endirilən zərbə. Rafael Baloğlanovdan keçid yoxdur. Rafael ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlamağı bacarıb. Təhsilin yenəmləsi. Son 3 sıranla bitdi. Rafael Baloğlanov ötürmə ilə başladılar. Naim Əliyev. Rəvan. Aldatıcı əmlələr. İlk səfər birgə təzyiq edir ona. Cinal doğru daşıdı topu. Sadiq Teymurov yayının rəqibindən Sadiq. Meydan tərk etməyib. Bu uzaqlaşdırmaq həmləsidir. Zəncə ötürmə xarakteri daşımırdı. Naim nəzərdə alına top meydanı tərk edir. Qapıdan zərbə. Bir daha xatırladaq. Koroğlu Sportser İdman Meydancısında U9 Liqası 9 yaşlı arasındakı Respublika çempionatı Sabah 4-0 hesabı ilə öndədir. Təhsil önündə. Sağ cinahdan əmlə qurulacaq. Mərkəzə doğru ötürmə. Rəvan cinahdan. Sadiqi düşündü. Teymurov. Teymurov özünü çatdırdı. Bir toxunuş var idi. Korner. Ötürmələri izlədik. Ötürməyən torlar silkələdi və qapıdan zərbə. İkisi də son 5 dəqiqə. At yeni etirilməlidir. Təhlükəli əmlə idi. Top qapıdan yan keçir, çərçivə düşmə mümkün olmadı.
Rafael'in ötürməsi komanda yoldaşına sağ cinatlarla həmlə qurulacaq. Start heyət əvəzləndikdən sonra, Sadiq meydana daxil olduqdan sonra sabah həmlələrin sayını daha çox, həmlələrin cəhdləri daha çox sağ cinahdan qurur. Sadiq Teymurovun ifasında. Artıq bir dəfədə bu adla nəticə hasil olub. Ötürmək keçmədi. Yerdə qaldı. Top Aydor'da müdaxilə davam etmək lazımdır. Qarşılıqlı mübarizə izləyir Teymurov, Nail. Alt Sabahın. Qarşılıqlı mübarizə izləyir. Təhsil oyuncular top elə keçirdi. Bu dəqiqələrdə bir qədər hissəli görəm təhsil tərəfini. Fərqi azaltmaq üçün cəhd edirlər. Necə yenə itilmədi. Alt təhsilindir. Ədalət təmsilçisi bunu işarə edirdi. Sen düşürsen hücumcu değil. Bir fasiləyə qədər hesabda dəyişiklik olacaqmı? İndirilən zərbə son anda müdaxilə var idi. Müdaxilə edən oyunçu Ülvi Abdullazadə. Bir qədər əvvəl Ülvi meydana daxil oldu. Kritik müdaxilə ilə yadda qalır. Yesen işte bir dene. İndirilen zərbə. Bir xatırlatma edək ki, məhz bir qədər mübahisə doğuran məqamı bir komanda digər komanda qarşısında 0-3 geridədirsə, bir nəfər artıq mübarizə apara bilər. Təbii ki, fərq 6-ya yüksəldikcə, artıq 2 nəfər 9-a yüksəldikcə 3 nəfər artıq mübarizə apara bilərdilər. Enirlər zərbədə top qapıdan keçir və bir qədər də artır. Rəvan idi bu. Rəvan Xanəliyev topu qapıdan keçirir. 5-0. Sabah artıq 5-0 hesabı öndədir. Təhsil önündə. Rəfal yerindədir. Balaqlanıb. Cinal doğru itirməm, Nail topu meydanda saxlaya bilmədi. Rəvan Xanəliyev itirmək istəyən oyuncu var idi, onunla oynadı Abdullah. Düşürün, düşürün. Təhsil nəmləsi keçid verilmədi. Sadiq yerdə qalır. Referinin gözündə bu qayda pozuntusudur. Geniş atın, geniş atın. Cinah doğru ötürməm, Ülvidən gəldi. Bir-birlərini başa düşmədilər, təhsil oyuncuları araya girdi. Rəvan, Saban yenəmləsi. Bir qədər ayaq saxladı, indi Cinah da gördü komanda yoldaşına. Sadiqdir bu. Teymurov yayınır rəqibindən qapı qarşısına paralel ötürməyi heç soxuna bilmədi. Topla meydanı tərk etdi. Xatırladım ki, ilk hissədə son dəqiqə oynanırlar. Ədalət təmsilçisi də məhz sağdına nəzər yetirdi. Rıza rəqibinə yayınsa da topu bir qədər özündən irəli buraxmışdı. Rəvan. Topu aldılar ondan. Daha sonra bir müdaxilə və qayda pozuntusudur.
Təhsil adına standart vəziyyət təhlükəli bir nöqtədən cəyərmə zərbəsiz yəzik. Fasilədən öncə öz adlarına tilsimi qırmaq istəyirlər. Öz adlarına qapının kilidini açmaq istəyirlər. Görə bunu bacaracaqlarmı? Rafael Baloğlanov ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlama bacarını edib. 2 nəfərdən ibarət canlı sədd qurdu. Görə duellonun qalib tərəfi kim olacaq? Endirilən zərbə. Çöldən yəni torlar sirkələri. Çərçivəyə düşmək mümkün olmur. İkisi də son cəhdlər, son epizodlar. Rəvan bir əldə cəmlə rəqimi yola saldı Rəvan. Ayaq saxladı, komanda yolaşı ilə oynadı. Naim geri ötürməndə Rafael. Ülvi ötürmədə səhvə yol verdi. Ülvi səhvini düzəldir. Eksizuma səy göstərəcəklər. Ötürmə. Üstünlük prinsipidir. Küper qapısını tərk edir. Rəvan öndə qaldı. Rəvan. Sadiq Teymurov. Ayaq saxladı. Sadiq yenə Rəvanla oynadı. Cinahda ötürmək istəyən oyunçu vardı. Rəvanın zərbəsi təkrar həmlə istəyir və gol! Sadiq Teymurov tamamladı. Bir qədər də artır. 6-0 oldu. 6 cavabsız gol. Zənimcə bu qolla da Ədalət təmsilçi ilk hissəni bitirə bilər. Bəli, sanki səsim eşitdi.